Salam yoldaşlar. Bugünkü dərsimiz artıq keçən dərsdə HTML və CSS-i biz necə istifadə edəcəyimizi öyrəndik. Amma artıq bundan sonra biz CSS üzərində, CSS-lə artıq HTML-i birlikdə biz necə istifadə edəcəyik, ona baxacağıq. Və bunu öyrənmək üçün də CSS-in xüsusiyyətlərini öyrənmək üçün, necə forma verə bilərik elementlərə və s. və s. bunu öyrənə bilmək üçün birinci bizim qabağımızda bir hədəf olmalıdır. Yəni ki, bir plan proqram olmalıdır. Bunun üçün mən ilkin etapda HTML faylını yaradıram, sonra bir dənə style CSS faylını yaradıram. Və bu ilkin faylları, ilkin kodlarını yazıram. Bunu hələ ki silə bilərsiniz, dediyim kimi keçən dərslərdə demişdim. Bunu silə bilərsiniz. Mən buradan bir əlaqələndirirəm. Nəyi? CSS fayllarını burada yazacağım. HTML fayllarını da burada yazacağım. Bunu qoşduq. Və ondan sonra təbii ki, burada öyrənmə strategiyasını düzgün müəyyən eləmək üçün birinci bizim qabağımızda bir hədəf olmalıdır ki, biz nə eləmək istəyirik. Məsələn, hər hansı bir web saytını biz götürsək, nümunə olaraq götürsək, mən bu web saytının əgər front-endini yazmaq istəyirəmsə, buradan hər hansı bir nümunə götürək, bir nümunə üzərində işləyək. Buradan götürək də, bircə dəqiqə. Buradan baxaq. Belə bir HTML səhifəsinin olduğunu düşünün və bizdən tələb olunur ki, biz bunun front-endini yazaq. Yəni HTML CSS-ini yazaq, gördüyünüz kimi. Yəni buradakı görüntülərə baxsaz, və mənə belə bir görüntü verilibsə, deyək ki, bunu dizayn olaraq verilib mənə. Bu görüntü verilibsə, mən bunu necə koda çevirəcəm? Hansı proseslərlə çevirəcəm? Bu çox önəmli bir məsələdir. Yəni CSS-in xüsusiyyətlərini öyrənmədən əvvəl bizim bunu çox düzgün şəkildə edə bilməyimiz lazımdır. Nəyi? Planlamamızı düzgün eləməyimiz lazımdır. Və bunun üçün də birinci planlama eləyəndə nəyi düşünməyimiz lazımdır? Biz fikirləşirik ki, mən bunu HTML-lə yazmalıyam və buradakı sistemlə, bu ekranda görünən şəkillə və mən HTML arasında bir uyğunluq tapmalıyam ki, rahatlıqla buradan ora köçürə bilim. Nəyisə, görüntünü kod olaraq koda çevirə bilim. Bunu eləmək üçün də əslində bəsitdir. Niyə? Çünki biz HTML-in strukturundan bilirik ki, HTML iç-içə qutulardan ibarət bir kod blokları sistemidir. Yəni, necə ki, burada baxırıq ki, body nəyin içərisindədir, HTML-in içərisindədir, məsələn, title nəyin içərisindədir, head'in içərisindədir. Belə bir hiyerarxik bir sistem var. Yəni ki, iç-içə qutular var. İndi mən əgər bu qutu məntiqini burada da necəsə tətbiq edə bilsəm, artıq onu HTML formatına keçirmək mənim üçün asan olacaq. Bunu eləmək üçün də əslində bu da bəsit bir üsuldur. Məsələn, mən gəlim bəsit bir yoldan, bəsit bir yerdən başlayaq eləməyə. Misal üçün, buranı nəzərə alaq. Məsələn, mən birinci web səhifəsini hazırlayanda hələ ki, belə bir nümunə üzərindən verəcəm. Deyəcəm ki, fərz eləyək ki, mən bu hissənin HTML və CSS kodlarını yazmaq istəyirəm. Bu hissənin HTML CSS kodlarını yazmaq istəyirəm və bunu HTML arxitekturası ilə yazmalı olduğum üçün mən bunu ona uyğun planlamalıyam. Bunun üçün də əslində yol bəsitdir. Ekranda gördüyünüz hər şeyi özünüzdə bir qutu olaraq təsəvvür eləməyə başlayın. Rahat olması üçün. Necə? Mən başlayıram burada gördüyüm, baxın, bu bir işarədir. Bunu mən qutu olaraq düşünürəm, çəkirəm ki, vizual olaraq görün. Bu bir qutudur. Ondan sonra bu bir qutudur. Şəkil bir qutudur. Eyni şəkildə bunlar. Baxın. Bunlar və bunlar. Bunları mən səbirlə eləyəcəm. Və sonradan bunu əslində siz də, yəni ki, HTML CSS və ya ümumən front-enddə yeni başlayan biri olaraq bunu alışqanlıq halına gətirməlisiniz. Ta ki,
gözlə görərək onu başa düşəcəyiniz şəkildə. Mən bunu elədim. İndi ondan sonra mən belə bir normal həyatda da elədiyim bir şey edirəm. Məsələn, normal həyatda biz nə edirik? Eyni məsələn evdən hər hansı bir yerdən başqa bir yerə köçəndə biz eyni xüsusiyyətə malik olan əşyalarımızı müəyyən başqa bir qutunun içərisinə yerləşdiririk. Hansı səbəbdən? Daha rahat idarə oluna bilsin deyə. Yəni ki, qabları bir yerə qoyuruq, qaşıqları, kitabları və s. bir yerə qoyuruq. İndi burada da eyni şəkildə mən baxacağam ki, buradakı məlumatların əgər ortaq xüsusiyyətləri varsa, mən onları ayrıca bir qutunun içərisinə yerləşdirəcəm. Məsələn, bura baxsaq biz, bu şəkil, bu yazı, bu ad, bu işarət əslində hamısının ortaq bir xüsusiyyəti var. Niyə? Çünki bunlar bir nəfərə aiddir və görüntü olaraq da bir dənə qutuya aiddir. Mən dolayısıyla nə edirəm? Bunları götürürəm, ayrı bir qutu formatına keçirdirəm. Baxın, belə. Gəlirəm bunu bir qutu şəklində, yəni bunların hamısını bir qutunun içərisinə yerləşdirirəm. Ondan sonra bunları bir qutunun içərisinə yerləşdirirəm və bunları da bir qutunun içərisinə bu şəkildə yerləşdirirəm. Bunu yerləşdirdim. Ondan sonra baxıram ki, bu mavi ilə işarətlədiyim, göy ilə işarətlədiyim qutular da əslində özlərinin bir ortaq xüsusiyyəti var. Niyə? Bunlar ekranın ortasındadır. Mən bunlar eyni xarakteristikaya sahib olduğu üçün mən bu 3 dənə mavi qutunu da bir dənə başqa bir dənə yaşıl qutunun içərisinə yerləşdirəcəm. Baxın bu şəkildə. Gəldim bunların üçünü də yerləşdirdim. Və ondan sonra bütün bunlar da hamısı nəyin içərisindədir? Ekranıma diqqət edəsəz, bunların hamısı da tam böyük bir qutunun içərisindədir. Baxın belə. Gördüyünüz kimi. Bu proses əslində mənim HTML, CSS öyrənərkən eləməli olduğum ilk prosesdir. Çünki nə eləyəcəyimi, nə bir görüntü hazırlayacağımı bilmədən hər hansı bir CSS mövzusunu öyrənmək həqiqətən lazımsızdır. Yəni ki, boşu-boşuna öyrənmiş oluruq. Çünki əgər mən onu real bir layihədə tətbiq edə bilmirəmsə, real bir şeydə tətbiq edə bilmirəmsə, işdə tətbiq edə bilmirəmsə, o mövzunu öyrənmək mənim bir işimə yaramır. Dolayısıyla mən indi gəlirəm bunu bu şəkildə hazırladıq. İndi burada mənim istifadə elədiyim proqram var. Bunu mən gəlib yerləşdirəcəm. Hal-hazırda üzərində işlədiyim layihənin içərisinə. Hardadır? Burada. Bir dəqiqə. Və bunun içərisinə yerləşdirəcəm. Section deyəcəm. Bunu bu şəkildə yerləşdirdim və indi hələ ki digər tərəflərə baxmıram. Və baxıram ki, mənim əlimdə belə bir görüntü var. Mən bunun HTML və CSS-ni yazmalıyam. Birinci bu prosesə, bu şəkil çəkmə prosesinə biz wireframing deyirik. Yəni ki, yazacağımız layihənin, hazırlayacağımız layihənin HTML-ə uyğun formatda vizuallaşdırılması. HTML-ə uyğun formatda ki, mən sonradan bunun HTML kodlarını yazdım. Niyə HTML kodlarını yazıram? Çünki HTML mənim skeletimdir. Yəni, ondan sonra gəlirəm, bu şəkli qabağıma qoyuram və başlayıram indi bunun HTML strukturunu yazmağa. HTML strukturunu yazarkən də özümə müəyyən suallar verəcəm. Məsələn, bu əsas qutuya baxacam. Hansına. Bu arada mənim bayaqlar istifadə elədiyim proqramın adı, yəni ekran görüntüsü almaq üçün istifadə elədiyim proqramın adı Lightshark'dır. Bunun linkini də buradan baxa bilərsiniz. Bu ekrandan görüntü almaq, onun üzərində hər hansı bir dəyişikliklər eləmək üçün lazım olan bir xüsusiyyətdir. Deməli, bunu buradan download edirsiniz, sonra print screen butonu ilə bundan istifadə edə bilirsiniz. Yəni, ekran görüntüsü belə ala bilirsiniz. Bunun üzərində hər hansı bir məsələn, dəyişikliklər edə bilirsiniz. Bu şəkildə ki, istifadə edə bilirsiniz. Mən çox istifadə edirəm, sizə də tövsiyə edirəm. İndi gəlirəm, bunu hazırladım bu şəkildə. İndi gəlin, başlayıram artıq HTML strukturunu qurmağa başlarkən nə edirəm? Çöldəki qutuya baxıram.
İndi və ondan sonra oturub düşünürəm ki, bu çöldəki qutunun mən HTML-də ifadə eləməliyəm. Nə ilə? Bir etiketlə, bir elementlə ifadə eləməliyəm və burada hansı elementi seçəcəyimə qərar verməliyəm. H1 mi yazacağım, P mi yazacağım, başqa bir şey mi yazacağım? İndi bu yazdığım hissənin ötəyinə baxıram, strukturuna baxıram. Bu nədir? Bu ayrıca bir qutudur. Böyük bir hissəni əhatə edən böyük bir qutudur. Və mən bu qutunu HTML-də bu tipli böyük qutular ifadə eləmək üçün 2 dənə tag istifadə olunur ən çox. 2 və ya 3 dənə bir taglər var ki, sıx istifadə olunur. Bunlardan biri section tagidir. Section tagini biz nə üçün istifadə edirik? Ekranda gördüyümüz böyük bir hissəni ifadə eləyə bilmək üçün. Yəni ki, ondan istifadə eləyə bilmək üçün. İndi mən burada məsələn section tagindən istifadə edəcəm. Gəldim, deyəcəm ki, bu əsas qutu olsun section. Və ondan sonra bunu digərlərindən ayıra bilmək üçün, bunu digərlərindən rahat işləyə bilmək üçün buna ad verəcəm. Və bu adlandırma da necə olacaq? İndi mən burada gələcəm bir dənə class verəcəm buna. Class, çünki keçən dərsdə dedik ki, biz classla adlandırma edirik. Mən indi bu section'a ad verəcəm. İndi baxıram ki, niyə ad verirəm? Çünki sonradan müraciət eləmək, başa düşmək asan olsun. Bu proqramlaşdırmada çox önəmli bir məsələdir. Yəni bir proqramçının öz yazdığı kodu rahatlıqla daha sonradan başa düşüb analiz eləyə bilməsi bizim üçün çox müsbət bir keyfiyyətdir. İndi mən gəlirəm buna ad verəcəm və ad verəndə diqqət eləmək lazımdır ki, əgər layihənin o hissəsi nə ilə əlaqədardısa, çalışmaq lazımdır ki, ona uyğun bir ad verək. Məsələn, bunlar kimdir? Deyək ki, bunlar burada göstərilənlər əslində rəylər yazılıb. Məsələn, bizim saytda istifadə edən insanlar rəy yazıblar ki, burada iş yaxşıdır, bu belədir, bu belədir. Biz buna ingiliscədə testimonial deyirlər buna. Yəni, insanlar sizin xidmətinizi test edir və onun haqqında feedbacklər verirlər. Burada dolayısıyla mən buna adını qoyacağım. Testimonial. Testimonial. Bunu qoydum. Və artıq məndə bu hissənin, bu mavi bölməni, hətta bunu 2 yerə bölək, belə eləyək. Belə qoyaq bunu. Və bunu buradan baxaq. İndi burada yazdığım section nəyi ifadə edir? Onu bir dənə göstərim. Rahat başa düşə bilməyiniz üçün. Buradan mən bunu yazıram. Bu nəyi ifadə edir? Baxın, bu nöqtəni ifadə edir. Baxın, artıq uyğunlaşdırma edirəm. Mənim fiziki görüntümlə HTML arasında bir əlaqə qururam. İndi bu qutunu ifadə elədik. Və bu, indi baxıram, bu yaşıl qutu haradadır? Bu qutunun, testimonials qutusunun içərisində. Və indi gələcəm, bunu ifadə eləmək üçün mən hansı HTML elementindən istifadə edəcəm, ona qərar verəcəm. Baxacam ki, əgər burada xüsusi bir element yoxdursa, məsələn, yazı, şəkil və s. deyilsə, buna mən div adında bir elementim var, HTML elementi var, biz ondan istifadə edəcəyik. Və buna da gələcəm, div, indi gələcəm buna ad verəcəm. Və bu ad verəndə də diqqət eləmək lazımdır ki, adlandırma strategiyaları deyə ayrıca bir HTML CSS strategiya var. Və sizin üçün də rahat olması üçün bunu indidən alışqanlıq halına gətirə bilmək lazımdır. Bu da nədir? Siz məsələn bu div nəyin içərisindədir? Section'ın içərisindədir. Və mən buna ad verəndə o adlandırmada elə adlandırma eləməliyəm ki, sabah o adlandırmaya baxanda mən o element haqqında elementin içərisində nə olduğu haqqında bir məlumat ala bilim. Gəlirəm bura deyirəm ki, baxın, deyirəm ki, testimonial. Bunlar nədir? Testimonials. Və tirə qoyuram, deyirəm ki, items. Yəni, buradakı bu yaşıl divin məqsədi nədir? Bunun içərisindəki bu itemları, bu qutuları bir yerdə toplamaq. Bunun vəzifəsi bundan ibarətdir. Və bunu yazdığım zaman bu avtomatik olaraq mənim üçün bunu yaradır. Gəldik ondan sonra bu bitdi. İndi bunun içərisində nə var? Diqqət edin, 3 dənə yan-yana element var. Diqqət edirsinizsə.
3 dənə yan-yana element var və indi artıq bu 3 dənə elementə mən necə ad verəcəm? Bunu bir dənə düzəldim. Testimonial items dedim. Və indi baxıram ki, bu yaşıl divin içərisində 3 dənə mənim qutum var. Və bu qutuları da ifadə eləmək üçün mən ən çox istifadə edədiyim nə elementi təqidi? Div təqidi. Və gələcəm indi buna yenə div nöqtə deməli, indi buna ad verəcəm. Deyəcəm ki, testimonial item. Baxın, yuxarıda items yazmışdım. Çünki cəm şəklində 3 dənəsini bir yerə yığmaq üçün. Amma bu nədir? Hər birini, bu mavini ifadə eləmək üçün mən bu şəkildə adlandırma edirəm. Və bundan neçə dənə var məndə? 3 dənə var. Və bu şəkildə yazdığım və taba bastığım zaman diqqət edin, bu 3 dənəsini mənim üçün yaratdı. İndi gəlin bu içərisindəkiləri hələ ifadə eləmədən bura bir dənə baxaq. Deməli, indi biraz eləsək, yığcamlaşdırsaq məsələni. Deməli, burada mənim bu divimi, bu qutumu ifadə edən kimdir? Testimonials'dır. Yaşıl qutumu ifadə edən kimdir? Testimonials item'dır. Bunların hər biri də bu budur, bu budur, bu da budur. Artıq mən HTML-də bunları ifadə elədim. İndi hələ işimiz bitdi mi HTML-də? Xeyr, işimiz bitmədi. İndi bunların içlərini doldurmaq lazımdır. HTML olaraq içlərini doldurmaq lazımdır. Gəlirəm bura və burada deyirəm ki, bunun içərisində nə var? Baxıram, bir dənə şəkil var. Şəkili biz ifadə eləmək üçün, hətta buradan bu şəklin adresini də götürək. Baxın, bu şəklin adresini də götürdüm burada. Mən indi nə etməliyəm? Bu şəkli ifadə eləməliyəm. Şəkli ifadə eləmək üçün mənim HTML-də bir təqim varmı? Var. Nə? Image təqi. Gəldim, yerləşdirdim bunu. Bu image təqini yerləşdirdim. Ondan sonra nə var? Aşağıda bir paragraf var, yazı var. Paragrafı da içərisində yerləşdirmək üçün mən nə yazıram? Paragraf üçün mənim HTML təqim var. Diqqət edirsə, paragraf təqi var. Bunu da yazdım. Bu da artıq yerləşmiş oldu. Baxın. Ondan sonra nə var? Bir dənə bunun adının yazıldığı hissə var. Bura nədir? Baxın, biraz başlıqdır. Burada artıq özüm qərar verəcəm ki, buna hansı təqdən istifadə edə bilərik. Mən hələ ki, bunu istifadə edirəm H2 təqi, H3 təqindən istifadə edirəm başlıq olduğu üçün. H3 yazıram ora, Alexander kimdir o? Smith deyə bir adam imiş. Bunu ifadə elədim. Ondan sonra bunu da ifadə elədim və ondan sonra gəlirəm. Bu da nədir? Adicə bir dırnaq işarətidir. Bunu da əgər bir mətindirsə, bu nəticə etibarilə bir mətindir və ya şəkildir, belə deyək. Bu mətindirsə əgər, mətində ifadə eləmək üçün, HTML təqlərindən ifadə eləmək üçün nə edirəm? Əgər başlıqdırsa, H1'lərdən istifadə edirəm. Əgər uzun bir mətindirsə, paragraflardan istifadə edirəm. Əgər bir neçə sözdən ibarət və ya xırda bir mətindirsə, onda span'dən istifadə edirəm. Gəlirəm span təqi yazıram və bunun içərisində deyək ki, hələ ki, belə bir dırnaq işarəti qoyuram. Sonradan bəzək düzəyini verə bilərik bunu, belə deyim. Baxın, buradakiləri də, buradakı şəkillərdə hamısını burada ifadə edə bilməm. Hətta bunu da göstərim, daha rahat başa düşülən olsun deyə. Gəldik. Deməli, bunu ifadə edir. Ondan sonra bura P təqidir. Ondan sonra H1 buradır. Span də buradır. Artıq diqqət edirsinizsə, bu ekranda mən bunun bir dənəsində elədim. İndi mən artıq bunu hamısına kopya, çünki eynidir. Copy-paste eləyə bilərəm. Baxın, bunu gəldim bura. Copy-paste elədim. Copy-paste elədim. İndi mətinlər fərqli ola bilər, onları sonradan dəyişdirə bilərik. Onlar problem deyil. Baxın, belə bir görüntü yaranmış oldu məndə. Diqqət edirsinizsə. Artıq diqqət edirəm ki, mənim burada ekranda görüb də HTML-də ifadə eləmədiyim hər hansı bir şey varmı? Xeyr. Hər şeyi mən artıq HTML-lə ifadə eləmişəm. Bu, bizim üçün çox önəmli bir məsələdir. Yəni ki,
görüntüdən, şəkildən işi HTML-ə daşıya bilmək. Və bunu elədikdən sonra bizim buna alışmaq lazımdır, belə deyək. Bunun üzərində işləyərək bir alışmaq lazımdır. Və bu alışqanlıq yarandıqdan sonra artıq biz CSS-in digər xüsusiyyətlərinə baxa bilərik. Burada məsələn, indi eləyəcəyimiz bunu close eləyim. Bunu bağladım və görürsünüz ki, artıq mənim HTML strukturum var və burada önəmli adlandırmaya diqqət edin. Baxın, mənim əsas qutum nədir? Testimonials qutusudur. Və bunun içərisində nə var? Bir dənə belə bir bunları bağlayayım, diqqət edin, baxın. Hiyerarxiyaya fikir verirsiniz. Deməli, bir dənə böyük testimonials var. Onun içərisində bir dənə testimonial items deyə bir qruplaşdırma elementi var. Və onun içərisində testimonials elementlərinin 3 dənəsi var. Və hər elementin içərisində də diqqət edirsinizsə, onun alt elementləri var. Yəni, HTML strukturu bu şəkildə qurulduqdan sonra biz növbəti dərsdə baxacaq ki, biz bunu necə formalaşdıra bilərik, necə eləyə bilərik və bu metodika ilə gedəndə, bu üslubla gedəndə biz artıq öyrəndiyimiz mövzunun HTML-də nə işə yarayacağını və ya CSS-də nə işə yarayacağını görə bilirik. Və hal-hazırda mən bunu açsam, nəticəsinə baxsam, çox çirkin bir görüntü var. Gördüyünüz kimi. Belə bir görüntü var. Amma indi mənim bundan sonraki etapım nədir? Artıq bu görüntünü, buradakı strukturu qurmuşam. Bu struktura forma verib bu hala gətirə bilməkdir. Yəni, bunu da öyrənmək üçün biz gələn dərsdən etibarən deyəcək ki, bunları formalaşdırmaq üçün hansı CSS xüsusiyyətlərini öyrənmək lazımdır, hansı elementlərin nə xüsusiyyətləri var və s. və s. Bunun üzərində işləyəcək. Amma ondan əvvəl sizin praktik olaraq bu dərsi tam qavraya bilməyiniz üçün praktik olaraq nə eləməyiniz lazımdır, onu izah edeyim ki, rahatlıqla və istənilən halda qarşınıza hər hansı bir sayt qoyursunuz. Və mən buradan belə deyək də bəsit bir dənə eləyək. Elə bəsit yox. Deyək ki, baxaq. Buradan corporate. Buradan bir dənə hər hansı bir template götürək, nümunə götürək, yəni hansı üzərində işləyə bilmək üçün. Deməli, bunu götürdük, misal üçün. Siz indi nə eləyəcəksiniz? Yəni ki, bunu birinci qavramaq lazımdır ki, onun HTML kodunu yaza bilək. Yəni, mən birinci eləyəcəyiniz bu saytı götürüb, bu saytın üzərində işləyərək, bir neçə sectionda məsələn, bunları bölməkdir. Mənim dediyim kimi, dəstə elədiyim kimi başlayın qutulara bölməyə. Və indi çöldən baxanda ilk olaraq bu asan görünə bilər. Lakin layihənin ümumi gedişatına baxanda görürsünüz ki, əslində bu çox önəmli bir məsələdir. Yəni, bunu düzgün eləmədiyiniz zaman sizin gedib onun HTML kodunu və ya CSS kodunu yazmağınız mümkün olmur. Dolayısıyla mən gəlirəm buna baxacaq. İndi ilkin etapda bu biraz qəliz template'dir, daha basic templates deyək. Basic templates, HTML, CSS deyək. Burada sadəcə bəsit template'lərdən baxaq ki, rahatlıqla istifadə eləyə biləsiniz. Baxın, belə bir web sayt olduğunu düşünün ilkin etapda. Belə bir web saytınızın olduğunu düşünün. Çox bəsitdir. Bu da lap bəsit oldu. Biraz da daha geniş struktur olan bir sayta baxaq. Okey.
Bunu məsələn bunu nəzərə alsaq, mən indi bu saytı mənim dəstək elədiyim kimi necə hissələrə ayıra bilərəm. Yəni ki, hissələrə ayıra bilmək dediyim wireframe şəklində necə çəkə bilərəm və yenə deyirəm, tək bu sayt yox, qarşınıza hansı sayt çıxırsa çıxsın, onu bu şəkildə parçalara bölmək önəmlidir. Hətta biraz da şeyini verək, fərqli strukturunu verək. Okey, bu daha düzgündür. Yəni, bu daha rahatdır, daha oturaqlıdır. Və bu saytı mən verəcəm ki, bu saytın üzərində birinci o bölmə işlərini görmək lazımdır və ondan sonra ilkin testini eləmək lazım ki, tamam, mən bunların bölməsini elədim. Bunun adlandırmasını necə eləyəcəm? Bu da praktika ilə gələcək bir şeydir. Yəni ki, işlədikcə inkişaf edəcək bir şeydir və bu dərsin əsas mahiyyəti də bu qabiliyyətinizi inkişaf elətdirməkdir. Diqqət edildirsə, qaydalar bəsitdir. Ən xırda elementləri belə qutuya alacam. Sonra ortaq xüsusiyyətləri olan elementləri ayrıca qutuya alacam və bu hiyerarxiya ilə mən bütün saytımı bu şəkildə formalaşdıracam. Yəni, biz buna deyirik ki, saytın planının çıxarılması və ya wireframing deyirik. Bunun üzərində bizim işləməyimiz lazımdır ki, sonradan rahatlıqla kod yaza bilək. Belə, bugünkü dərsimiz bu qədər. Növbəti